Əgər sən pilləkənin sinəliyinə işıq vermək istəyirsənsə, sən pilləkənin açıq işıq verməlisən layihəndə. Və bu işıqların hamısı gəlib çıxmalıdır buradan. Pilləkən qəfəsi verəndə birinci pilləni 10 sm artıq verdik ki, döşəmə qalxanda o pilləkənin 25 sm-lığının 10 sm-ını döşəmə bağlayır, 10 sm-da 15 sm-da bizim pilləkənimiz olur. Araya işıq verirsinizsə, hardan gəlmiş olur? Yerdən. Alçıpanı bura birləşdirməyə başqa şeydir. Profilə birləşdirməyə başqa şeydir. Sanitar qovşaqlarında unitazın dayandığı mövqe bir çox halda olur şaxta divarı. Əgər sən unitazı şaxta divarına qoymusansa, orada sənin şaxtanın içərisinə onu yarıb salma imkanı yoxdur.